Yay fəslinin yaxınlaşdığı ərəfədə sabah ölkədə 36 dərəcəyədək isti gözlənilir. Bəs konkret olaraq ayrı-ayrı regionlarda necə bir temperatur gözlənilir? Növbəti günlərdə ümumiyyətlə nələr olacaq? Bu barədə ətraflı məlumatları bizə Şamilə çatdıracaq. Şamilə, buyurun. Son günlər ölkə ərazisində hava şəraiti dəyişkən keçir. Bugün də bir sıra bölgələrdə qeyri-sabit hava müşahidə olunur. Bəzi yerlərdə yağışlı, bəzi bölgələrdə isə günəşli hava hökm sürür. Bəs qarşıdakı günlərdə bizi hansı hava gözləyir? Bu barədə daha ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Günlarə Abbasova məlumat verəcək. Buyurun Günlarə xanım. Bəli, bugün Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı da var. Yaxın 3 gün ərzində, iyunun 12-si, 13-ü və 14-ündə yarımadada hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, temperaturun isə tədricən yüksələrək gündüz saatlarında 27-32 dərəcə olacağı ehtimal olunur. Azərbaycan rayonlarında, əksər bölgələrdə qeyd etmək istərdim ki, yaxın 3 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dağlıq və dağətəyi ərazilərdə isə gündüz saatlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə isə dolu düşəcəyi ehtimalı var. Temperatur rejiminə gəldikdə isə artıq temperaturlarda nisbətən yüksəlmələr göstərir. Artıq iyunun 14-ündə temperaturun gündüz saatlarında 31-36 dərəcə olacağı ehtimal olunur. Çox sağ olun. Bizim sizə hava haqqında çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Əməkdaşımız Şamilə bizə məhz sabah necə bir hava gözlənilir? Bu barədə ətraflı məlumatları çatdırdı. Belə ASTV Xəbər komandasının hazırladığı buraxılışı izlədi. Studiyada Vəfa Seyidova idi. Hələlik.